Eti de qoğrandı. İndi bilən xanımlar bilirlər. Tez-tez qarışdırırsan ki, suyun bırakmasın da. Heç yağın dağılmağa lazım deyil. Çünki kartoflar suludur. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avant olsun. Aşkım dur. Hə, Nəzimə. Çox qoy, hələlik qoy. Hələlik qoy, nənə qurban. Con, başımın tacı, Con. Dur. Bu itin gördü. Hə, bugün mən axşama aytəni tutmuşam əlimdə, yemək pişirmək istəyirəm. Əti doğrayıram birinci, çıxartmışam xaldenikdən. Bıçağım da benden ağız istəyir. Uşaq ağladı, əziz izləyicilər. Ayten getdi ona. Mən ətimi doğradım. Bu əti doğrayıb çəkəcəm. Allah qoysa tövlədən gələndə. Mən ətimi yaxalayım. Gazın altını yandırmışam. Kartoflu istadım. Yuvacam kartofu. İndi nə yoğulacaq qabığı, gedəcək biraz yuvayla. Elə qabıqlı da köftə qızardır. Kartof resistansı mən ətimi qoyurum. Əti də qoğrandı. İndi bilən xanımlar bilirlər. Tez-tez qarışdırırsan ki, suyun bırakmasın da. Qoğuracağım biraz bunları yağda. Düz yağlı ət eləyib öz yağında da qoğura bilərsiniz. Orada bizim uşaqlar yemir. Piydə qurban da qoy. Öz suyundan bir stəkan yarımda belə su tökəcəm. Dana ətidir, 2 yaşında dana ətidir. Özümüz kəsmişik həyətdən. Allah hamının malına, heyvanına, olmayanların qazancına bərəkət versin. Qurban olma Allah'a. Dünyamızı salamat eləsin Allah Taala. Qazanlarımızı doğru eləsin. Heç kimi peşman eləməsin, biz də içində.
stəkan qaynar su tökəcəm üstünə, ət qaynayalım su. Qoyacam indi qazın xırda gözünə, altında şam kimi eləyəcəm. Mən mal heyvanı həmişəki kimi eləyib gələcəm. O da yaxşıca pişəcək. Hər pişəcək pambıq kimi. Biraz qara yerlərini bıçaqla eləyirsən. Alanda kartof ağappaq eləyir, qaldıqca qaralır. Suyu çəkilsin, bu da elə o ət kimi yağ dökülür. Suya biraz qənaət edir. Ben kartofumu da yoduğumu yaxşı yapıyorum. Yağ atıram. Mən işlətdiklərimdə neyvə yağıdır hamısı. Öz-öz düzəltmişim. Heç yağın dağılmağa lazım deyil. Çünki kartoflar suludur. Qəşəng də pambıq kimi bişir. Örtürəm ağzı, xırda xodda. İstəsəniz ilk xodda da eləyə bilərsiniz, sonra şam kimi eləyərsiniz. Mən elə xırda xodda da örtürəm ağzını. Arada bir də 2 dəfə ya da 3 dəfə vilka ilə dəyişəcək özün bizim qıpqırmızı qızaracaq. Biraz bəlkə kərpi də yığılıb oluyor. Yaxın Öz suyunu da bırakıb. Bu indi hər bişdikcən suyunu da çıxardacaq. Bu çıxaracaq suyu da. Əziz izləyicilər, hər bişib ətim. Biraz indi onu tamam tökəcəm. Azca suyu qalır, belə suyu ilə bir yerdə çəkəsin. Kartofum da qızarır, mən nələr sağıb gələcəm qəşəng. Tuzun tökməmişəm. Biraz acı qarabiberdir. Biraz da özümüz biberdən qurudumuşuq, ondan töksün. İki dənə də lavro ıslatıram.
Mən yemələrin altını söndürdüm əziz izləyicilər. Ətdə pambıq kimi pişir. Kartoflarımız da. Əziz izləyicilər, siz də pişirin, yiyin, nuş olsun. Allah hamımızın süfrəsinə bərəkət versin. Biz də içində Allah əsgərlərimizi qorusun.